Yaxud yəni o günü matəmə çevirmək, yəni Aşura gününü matəmə çevirmək, bu isə zəlalətdir. Dünya həyatında səylərinin boşa çıxdığı kimsələrin bir əməlidir. Halbuki onlar özlərinin doğru əməl etdiyini sanırlar. Allah və Rasulü Müslüman peyğəmbərlərin başına müsibətlərin gəldiyi günləri və onların öldüyü günləri matəmə çevirməyi əmr etməmişdir. Əgər onların öldüyü günlər, onların başına müsibət gələn günlər matəmə çevrilmirsə, onlardan aşağı olan kimsələrin öldüyü günlər... Məhrum ayı heç nə, adı aydır, qardaşlar. Yəni, o bizi fərqləndirmir heç nədən. 2 ay Hüseyin üçün saxlayır, heç olmasa bir 3 ayda Həsən üçün saxlayaq. Bəli. Atalığa da Əli bin Əbi Talib, onda 4 ayda onun üçün olsun. Yaxşı elə az olsun, az olmasın. 3-4 gün. Onda elə Peyğəmbər sallallahu aleyhi ve sellem qalan da ilin o bir salə Peyğəmbər sallallahu aleyhi ve sellem bütün elə il ağlar keçəcək ki. Ümumiyyətlə bir şey yoxdur da. İslam deyil o. İslamla heç bir alakası yox. Bundan başqa Peyğəmbərimizin başqa nəvələri olmayıb mu? Həmin o nəvələrinin biz dəfnində, yasına vəfat elədiyinə görə bu günlərim eyni şəkildə yas mərasimləri keçirdirikmi? Yəni bunun alt tərəfində, arxa tərəfində siyasi bir yanaşma ola bilərmi? Məsələn, deyək ki, İmam Hüseynin İranlıların axırıncı imperiyası olan Sasani imperiyasının axırıncı hökümdarı 3-cü Yəzdügürdün qızı Şəhrubani adlandırılan xanımla evlənməsi burada əsas rol oynaya bilərmi? İlk öncə sizin səmimi olmağınız üçün iddiavızda ki, Vəhhabiyyət olsun və yaxud da bu kedicik Elşad Miri olsun ki, İslamdan xürafatları təmizləmək istəyirsinizsə, bu təbliğatın qarşısını almaq istəyirsinizsə, gərək səmimi olasınız. Hər kəslə eyni cür davranasınız. Kim ki, bu Muharrəm ayındakı faciənin matəm kimi qeyd olunmağını insanları təşviq edirsə, gərək onların hamısının əleyhinə çıxışlar edəsiniz. Ən azından da inkar edəsiniz. Deyəsiniz ki, bu insan düzgün danışmır. Kimliyindən asılı olmayaraq. Və sizin də əqidəvizdə təqiyyə yoxdur və sizə görə də təqiyyə münafiqlikdir, ikiyüzlülükdür. Ona görə də indi bir video dinləyəcəyik və onun ardınca sizdən əgər doğrudan da səmimisinizsə, əgər doğrudan da Allaha xatirdirsə bu əməliniz, sizlər ki, elm əhlisiz Mədinədə neçə illər oxuyub gəlmişsiniz, o birisi adının oxların qucağından düşüb və sizlər Mədinədə oxuyub gələndən sonra artıq Azərbaycanda cəmaat bildi ki, bəs cənnətə getməyin yolları bir kərtənkələn bir zərbə öldürüb 100 savab qazanmaqdan keçir. Qara itlər şeytan da onları öldürməkdən keçir. Göyərçin şeytan da ondan uzaq durmaqdan keçir. Ki, siz ki, bu cür Azərbaycan əhalisinə xidmətlər edib onları cənnətə aparırsınız və Allaha xatir əməllər edirsiniz. Gərək bu işinizdə də səmimi olasınız indi dinləyəcəyimiz videoda və bundan sonraki suallarınızda səmimi olaraq cavab verəsiniz. Və sonradan bu video roliki dinləyən qardaşlardan, bacılardan və hər kəsdən xahiş edirəm ki, bu video roliki onlara tərəf o qədər göndərin ki, o qədər paylaşın ki, ya yaltaq olduqlarını, ya qorxaq olduqlarını və yaxud da Vəhhabilərin və yaxud da Elşad Miri kimlərin təqiyyəni qəbul etdiklərinin etirafını alaq. Bunlarla biz Muharrəm ayı haqqında, bunların gətirdikləri iradlar haqqında çox cavablar vermişik. Məntiqi, tarixi, sünnə üzərindən, təfsir üzərindən, Quran-ı Kərimdəki qissələr üzərindən. Fəqət xeyri yoxdur. Odur ki, bunlardan artıq başqa cür məsələni kökünü həll edək. Səmimi olsunlar. Videoya Allah dinləyək. Bu şəxsi dinləyək. Allah rəhmət eləsin.
O kişiyi tanıdınız da kimdir? Bacılar, kardeşler, Azerbaycan'ın aziz evlatları. Bugün bizim Müslümanlar için matem günüdür, aşura günüdür. Ve bugün biz dinimize, adet analarımıza sadık olarak mescide toplaşmışık ve hak adalet yolunda şehit olan Hazreti Hüseyin'in hatırasını yad et. Nədir? Allah rəhmət eləsin. Mərhum prezident Heydər Əlizaoğlu Əliyev. Əyləşib harda? Vəhhabilərin zəlalət, küfür, bidət dedikləri məclisdə. Və ardınca da çıxış edir. Xalqımızın, müsəlmanların dindən əlavə ümumiyyətlə Azərbaycan xalqının da bir dəyəri kimi təqdim edir. Və vəhhabilər Mədinədə oxuyub gəlib Azərbaycan əhalisini kərtənkələ öldürməklə cənnətə daxil olmağın yollarını açıqlayanlar. Sizin əqidənizdə ki, bu barədə sizin çıxışlarınız çoxdur. Hakimə qarşı çıxmaq nədir? Haramdır. Hakim, rəhbər, lider öz xalqını Muharrəm ayının faciəsini yaşayıb, yaşatmağa, bunun bir dəyər olduğunu tövsiyə eləyir, təşviq eləyir, dəvət eləyir. Hakimə qarşı çıxmaq da olmaz. Əsla. Hətta deyirsiniz ki, zalim olsa belə. Mərhum eks-prezident Heydər Əliyev, Allah rəhmət eləsin. Burada zəlalətə öz xalqını dəvət eləyir və özü də zəlalət əhli içərisində idi. Mərhum prezident deyir ki, bu bizim xalqımızın və ümumiyyətlə İslam dünyasının, müsəlmanların, həmçində xalqımızın dəyəridir. Bu faciəni yaşatmaq və bu faciəni, bu anımı dəyərli bilmək. Təşviq edir, tövsiyə edir. Hakimə qarşı çıxmaq da olmaz. Hakim dəvət edir. Siz deyirsiniz ki, bu əməl zəlalət əhlinin əməlidir və lağlağı edirsiniz. Siz kimə lağ edirsiniz? Sizə kişisinizsə, biyoloji cəhətdən demirəm mən. Təhqir eləmirəm də. Sadəcə olaraq sizə təqiyyə olmadığına görə də hər bir şey kənara qoyun. Bu xalqın sizin dəvətinizə ki, Muharrəm faciə kimi qeyd etmək, matəm kimi qeyd etmək, zəlalət əhlidir, bundan uzaq olun, küfürdür, bidətdir, İslamdan deyil. Sizin bu kəlmələrinizin səmimiyyətinə inanmağımız üçün şəxsən mən öz adımdan deyirəm. Əgər indi burada deyəcəyimi əməli video vasitəsilə çıxış edərək mərhum prezident Azərbaycan xalqının nəzərində ulu öndər Heydər Əlizaoğlu Əliyevin dediyi sözlər səhvdir. Bu zəlalət əhlinin işidir. Bunu etiraf edin, deyin, səmimi olun. And olsun Allah'a diyeceğim ki, kişilər öz əqidələrində, öz ideyalarında düzgündürlər. Doğrudan da Allah'a xatir edirlər. Çünki Allah'a xatir olunan əməl, Allah'a xatir olunan dəvət, Allah'a xatir olunan əmr be məruf, nəhy əz münkər, pislikdən çəkindirmək, yaxşılığa dəvət eləmək hər kəsədir. İstəyir o əməli eləyən qüdrət sahibi olsun, iqtidar sahibi olsun, istəyir namik kimi sıradan bir insan olsun. Namik kimi sıradan bir insan bu əməli eləyərkən müşrikdirsə, zəlalət əhlidirsə, gərək iqtidar sahibi olan da bunu eləyəndə müşrik, zəlalət əhli olsun. Namik bunu eləyərkən səhvdirsə, gərək iqtidar sahibi də bunu eləyərsə və dəvət edərsə, hətta təşviq edərsə, hətta öz xalqını, deməli öz xalqını zəlalətə təşviq edir. Bunu bir açıqlayın görək. Mərhum rəhmətli Heydər Əliyev doğru düzgün öz xalqının, yəni zəlalətdə qalıb qalmamağı barəsində
düşünmədi, siz ondan ağıllı çıxdınız, səhv deyir, düz deyir. Buna dini də qoyaq qırağa. Nə bileyim, imanı, inancı, hər şeyi qoyaq qırağa. Ən azından evdə xanımınız və övladlarınız sizi kişi bilir. Yaltaq, iki üzlü, əlində qüdrəti olmayanı əzmək, sıxmaq, tənqid eləmək, onu aşağılamaq heyvanlara xasdır. İt pişiyi boğur. Çünki pişiyi ondan zəifdir. İt aslandan qaçır. Siz insansınız və bioloji cəhətdən kişisiniz. Mənəvi cəhətdən də kişi olduğunuzu və ondan əlavə sizin bu təbliğatınızın, sizin güya ki bu dırnaqarası nəhi əz-münkər və əmr bemərufuzun Allaha xatir olduğunu, səmimi olduğunuzu bildirmək üçün, göstərmək üçün sizə bir şans. Heydər Əli Rızoğlu Əliyev, Allah rəhmət eləsin, öz xalqını zəlalətə doğru, xülafata doğru, cəhalətə doğru dəvət edirdi və zəlalət olan bir məclislərdə gəlib oturub və xalqı da təşviq edir və həmin o məclislərə, həmin o ayinlərə müsəlmanların və xalqının dəyəri kimi deyir. Səhv deyir, düz deyir. Və hakimdir, rəhbər, ona qarşı çıxmaq da olmaz. Qamət adil. O ki, ritorikanın danışırsınızsa, xahiş edirəm sizdən. Və digər, o xırda və haber mən işim yoxdur. O özlərini Azərbaycanda sələfiliyin öndəli deyənlər, nə bileyim, özlərini elməhli deyənlər, ay qadın qaş almağa haramdır, cəhənnəmdə yanacaq, ay nə bileyim, qadın gün eynəyi taxtısa bu haramdır, cəhənnəmdə yanacaq, qırmızı çanta götürdüsə cəhənnəmdə yanacaq, maşın sürdüsə cəhənnəmdə yanacaq. Bu cür gic-gic fikirlərinizlə ki, özünüzü elm tələbələri deyirsiniz, ha, elm əhli deyirsiniz, ha. Heydər Əli Rızoğlu Əliyevin, mərhum prezidentin bu fikrini sizin xalqa təbliğ etdiyiniz fikirlə, üslubla ziddir. Hansınız haqsız. Səhv deyir, düz deyir. Səhv deyir, xalqı zəlalətə doğru aparır, o zaman niyə susursunuz? Mən sizi dəvət edirəm ki, bu barədə bir efir açın. Deyin, danışın ki, Heydər Əli Rızoğlu Əliyev bəli, İslam dinindən bu məsələni ziddir. Çünki bunun İslamla bir əlaqəsi yoxdur. Və bu videoları dinləyərdən bir daha xahiş edirəm ki, bunu bacardığımız qədər məhz vəhhabiyyət səhifələrində yayın. Və bir də vətənşüvənlərin. İkincisi, Elşad Miri, bu danışan mərhum şəxs, Heydər Əli Rızoğlu Əliyev, sənin hələ atom, sənin proyektini qurmamışdı. Bu Bakı Dövlət Universitetini tarix fakültəsində oxuyurdu. Sasanilərin də maraqlarını, imperiya maraqlarını, onların mədəniyyətlərini, xilafətin də və onların mədəni, hərbi strateji, o imperiyaların yönlərindən başqa İslam dinini səndən də gözəl bilir. Sənin adından, oxtarından da gözəl bilir. Yəni sən deyirsən ki, 20-ci əsrin və 21-ci əsrin əvvəllərinin ən dahi siyasətçilərindən biri öz xalqını Sasani imperiyasının siyasi maraqları uğrunda meydana gəlmiş bir ayinə, bir mərasimə, bir faciə ki, təşkil olunub bu mərasim, ona dəvət edir və təşviq edib, ona müsəlmanları və öz xalqının dəyəri deyir, bilmirdi. Sənin qədər siyasi analiz edə bilmirdi tarixi olan hadisələri. Səhv deyir, düz deyir, Elşad Miri. Sən də əgər hər bir şey Allaha xatir edirsənsə, güya xalqı cəhalətdən çıxartmağa çalışırsansa, bu xalq
Muharrem ayın faciə kimi qeyd edirsə, deməli bu xurafatdır, deməli xalq cahildir, ayırmır, belə bir şey yoxdur. Heydər Əliyev mərhum öz xalqını cəhalətə, xurafata və Sasani imperiyasının siyasi maraqları uğrunda qurulmuş bir ayinə, bir mərasimə və onu yaşatmağa dəvət edir. Hə? İndi Vəhhabilər və Adnan Oktar'ın erkek kədisi Elşad Miri siz dinləyib, sizin ardınızca gedək, yoxsa Ulu Öndər Heydər Əliyev hansınız düz deyirsiniz? O ki, Vəhhabi Adil mövzunun əvvəlində dedi, zəlalət əhli. Adil, Heydər Əliyev zəlalət əhli idi. Muharrem ayını faciə kimi qəbul edir, orada iştirak edir və öz xalqını da, öz rəiyyətini də buna təşviq edir. Hələ ikinci bir video da var. Onu da dinləyək və ondan sonra ümid edirəm ki, yaxın zamanlarda sizdən bir cavab gələr. Bəlkə bir kişilik içərinizdə olan o hissiyatı qabarar. Bəlkə cavab verəsiniz. Axı sizdə təqiyyə də yoxdur. Açıq şəkildə cavab verəsiniz buna. Və hakimə qarşı çıxmaq da haramdır. Hakim deyir ki, Muharrem ayı matəm ayıdır. Siz deyirsiniz ki, yox, matəm ayı deyil, bu zəlalətdir. Hakim deyir ki, matəm ayıdır. Hələ gör sonra nə deyir. Dinləyək. Siz Məhəmməd Peyğəmbərə istinad etdiniz, bizim dinimizə istinad etdiniz. Bugün Tasuadır, sabah Aşuradır. Həzrət İmam Hüseynin sabah qətlə yetirilən gündür. Səni də, sizi də bağışlayın. Bütün burada oturan adamları da dəvət edirəm ki, bax bu müqəddəs günlərdə bizim üçün səbirli olun, təmkinli olun və bizim dinimizə, Peyğəmbərimizə və Həzrət Hüseynin xatirəsinə, naminə bu günləri nə o tərəfə, nə bu tərəfə vurmayın. Ədalətli olun. Siz Ali Məhkəmənin sədrisiniz. Ədaləti təmsil edin. Ədalətli olun. Rəhməti nə deyir? Həzrət Hüseynin xatirəsinin naminə and verir. Həzrət Hüseynə and verir. Allahdan qeyrisinə and verir. Şirk, müşrik, küfür. Sizdə o dısravi insanlar deyəndə ki, səni Peyğəmbərə and verirəm, imama and verirəm. Kafir, şirk, müşrik, üstümüzə quduz köpəklər kimi gəlirsiniz. İndi deyin görüm, hakim Həzrət Hüseynin xatirəsinin namına and verir. O milli məclisdə əyləşənləri ki, bəs ədalətli olsunlar. Şirk elədi, küfr elədi. Bir daha sizdən əgər Allah xatir etdiyiniz bu əməllər sizdən tələb edir. Vicdanınız olsun, vicdanla cavab verəsiniz buna. Yox, əgər bunun da üstündən keçib gələcəksinizsə, deməli sizin etdiyiniz əməllər sadəcə olaraq bir göstərişdir, bir təlimatdır. Beynimizə bir proqram yerləşdirilir və salam. Və Azərbaycan klassik ritorikasında ikiyüzlü insanlara, yəni zəifi üzərinə hücum edib, güclü qarşısında oyun bükənlərə gəda deyirlər. İslami termində münafiq deyərlər ikiyüzlülərə. Amma bizim klassik leksikonumuzda gəda deyərlər. Ya etiraf edirsiniz, ya gədasız, ya da müsəlman və kişi.